Hər vaxtınız xeyir. Deməli, divarlardakı o bezdirici nəmliklə, su sızmaları ilə artıq bir dəfəlik vidalaşmaq istəyirsiniz, elə deyilmi? Gəlin, bu təlimatda birlikdə baxaq görək, CCS Seal ST ilə necə peşəkar nəticələr əldə etmək olar. Bütün sirləri addım-addım açacağıq. Elə isə başlayaq. Yol xəritəmiz çox sadədir. Mükəmməl bir izolyasiyaya çatmaq üçün cəmi 5 addım atacağıq. Baxın, əvvəlcə problemi başa düşəcəyik, sonra səthi hazırlayacağıq, məhlulu düzgün qarışdıracağıq, tətbiq edəcəyik və təbii ki, sonda gördüyümüz işi necə qorumaq lazımdır, ona baxacağıq. Yəqin ki, bu mənzərə çoxunuza tanış gəlir. Bəs soruşa bilərsiniz ki, buna bir dəfəlik son qoyan professional bir həll yolu varmı? Əlbəttə ki, var. Gəlin elə indi birlikdə bu həll yolu ilə tanış olaq. Və bu da həll yolu. CCS Seals ST-dir. Yaxşı, bəs bu məhsulun əsas üstünlüyü nədir? Onu bu qədər xüsusi edən nədir? Baxın, bu məhsul neqativ tərəfdən, yəni suyun gəldiyi tərəfin əksindən vurulsa belə, sızıntının kökündən kəsir. Təsəvvür edin, zirzəminin içindən belə divarı tam qoruya bilirsiniz. Hər bir peşəkarın ağlına gələn ilk sual budur. Yaxşı, bu material içməli su çəninə vurula bilərmi? İnsan sağlamlığı üçün bir riski varmı? Bu, həqiqətən də cavabı çox vacib olan bir sualdır. İndi isə gəlin rəqəmlərə baxaq, çünki ən yaxşı sübut elə rəqəmlərdir. Cədvəldə hər şey açıq-aydın göstərilib. Məsələn, alüminiuma baxaq. İcazə verilən limit 200-dür, amma nəticə cəmi 66. Yaxud qurğuşun, limit 25-dir, nəticə isə ondan da aşağıdır. Yəni, görürsünüz də, hər bir göstərici təhlükəsizlik limitlərinin çox-çox altındadır. Bu o deməkdir ki, məhsulun içməli su üçün təhlükəsizliyi sadəcə söz deyil, konkret, təksib edilməz rəqəmlərlə sübut olunub. Gəlin elə isə işə başlayaq. Amma unutmayın, hər bir uğurlu izolyasiya işinin təməli düzgün hazırlıqdan keçir. Yəni bu mərhələ demək olar ki, işin yarısıdır. Bunu əslə yüngül qəbul etmək olmaz. Deməli, 3 qızıl qaydamız var. Birincisi, aktiv su sızıntılarını kəsmək. İkincisi, səthdəki bütün qüsurları aradan qaldırmaq və üçüncüsü, səthi lazım olduğu qədər nəmləndirmək. Bu 3 addımın hər biri öz yerində kritik əhəmiyyət daşıyır. Deyək ki, divardan aktiv su sızıntısı var. Belə vəziyyətdə ilk köməyimizə çatan CCS water plug-dır. Amma bir şeyi unutmayaq, bu müvəqqəti bir həldir, daimi yox. Yəni onun əsas işi sadəcə su axınının qabağını bir müddətlik alıb, bizə əsas izolyasiya materialını çəkmək üçün quru, işlək bir səth yaratmaqdır. Sızıntını dayandırdıqdan sonra növbəti addım səthin təmiri gəlir. Divarda nə qədər çat, boşluq, nahamarlıq varsa, hamısını CCS mortar ilə təmir edib, səthi dümdüz etməliyik. Niyə? Çünki çəkəcəyimiz izolyasiya qatı bütöv olmalıdır ki, işimiz mükəmməl alınsın. Və hazırlığın son, amma çox vacib bir addımı, nəmləndirmə. Baxın, səth suya tam doydurulmalıdır, amma üzərində su gölməçəsi qalmamalıdır. Yəni səth nəm olmalıdır, yaş yox. Əgər fırçanı çəkən kimi material dərhal quruyursa, rəngi ağarırsa, bilin ki, səthi yetərincə islatmamısınız. Bu kiçik detal materialın səthə necə yapışacağını həll edir, ona görə çox diqqətli olun. Yaxşı, səthimiz tam hazırdır, indi keçirik işin ən həssas nöqtəsinə, məhlulun düzgün hazırlanması. Buna bir növ uğurun formulu da deyə bilərik, çünki bu reseptə necə əməl etsəniz, nəticəniz də o cür olacaq. Ekranda gördüyünüz bu rəqəmlər çox önəmlidir, dəqiqlik tələb edir. Deməli, bir tam dəst üçün bizə nə lazımdır? 25 kiloqramlıq A komponenti, yəni toz. Üzərinə 2 kiloqram B komponenti, yəni maye və təxminən 5-dən 5,5 kiloqrama qədər də su. Qarışdırıcıdan danışmışkən sürət də önəmlidir əlbəttə. Çalışmaq lazımdır ki, qarışdırıcının dövriyyəsi dəqiqədə 400 ilə 600 arasında olsun. Niyə məhz bu sürət? Çünki bu sürət məhlulun tam homogen, yəni içində heç bir topa qalmayacaq şəkildə qarışmasını təmin edir. Gəlin indi qarışdırma prosesinə addım-addım baxaq. Deməli, birinci, təmiz bir qab götürürük və içinə B komponentini, yəni mayəni tökürük. Sonra, lazımı qədər suyu əlavə edirik. Bundan sonra qarışdıra-qarışdıra A komponentini, yəni tozu yavaş-yavaş tökməyə başlayırıq. Təxminən 3-5 dəqiqə qarışdırırıq ki, tam bir cinsli bir kütlə alınsın. Bax, indi gəlir ən vacib məqamlardan biri. Qarışığı 2 dəqiqə dinlənməyə qoyuruq. Bu, kimyəvi reaksiyanın getməsi üçün şərtdir. Və sonda cəmi 1 dəqiqədə qarışdırırıq və məhlulumuz hazırdır. Və burada bütün ustaların bilməli olduğu bir qızıl qayda var.
Məhlul artıq hazırlandısa, ona sonradan bir damcı belə su əlavə etmək olmaz. Bu, materialın bütün strukturunu, bütün gücünü məhv edər. Bunu əsla unutmayın. Məhlulumuz hazırdır, səthimiz hazırdır, deməli artıq tətbiqə başlaya bilərik. Qaydalar çox bəsitdir. Ən yaxşı üsul fırça ilə tətbiq etməkdir. Tam zəmanətli nəticə üçün 2, bəzən ehtiyac olarsa 3 qat çəkirik. Və ən vacib qayda, qatlar arasında mütləq gözləmək lazımdır. Nə qədər? Təxminən 3-5 saat. Bu, birinci qatın özünə gəlməsi, biraz quruması üçün şərtdir. Deməli, birinci qatı çəkirik. Fırçanı əlimizə alırıq və yalnız bir istiqamətdə işləyirik. Məsələn, yuxarıdan aşağı, şaquli formada. Bütün səthi tamamilə heç bir boş yer buraxmadan eyni qalınlıqda örtməyə çalışırıq. Birinci qatımız qurudu, indi ikinci qata başlayırıq. Və burada çox vacib bir texnika var. İkinci qatı birinciyə perpendikulyar, yəni tam əks istiqamətdə çəkirik. Yəni, əgər birincini yuxarıdan aşağı çəkmişdiksə, indi soldan sağa üfüqi çəkirik. Bilirsiniz, bu nə yaradır? Sanki bir toxunmuş parça kimi bir-birinə keçmiş bir zirək yaradır. Bu çarpaz çəkmə texnikası heç bir məsamə buraxmayan, bütöv, monolit və çox-çox güclü bir izolyasiya təbəqəsi əmələ gətirir. Bax, işin keyfiyyətinin əsl zəmanəti budur. Və nəhayət, işimizi bitirdikdən sonra nəticənin uzun ömürlü olması və əlimizdə qalan materialın keyfiyyətini itirməməsi üçün bir neçə vacib məsləhətimiz var. Bu rəqəmləri və vaxtları yadda saxlamaq çox önəmlidir. Deməli, qatlar arasında 3-5 saat gözləyirik, materialı çəkdikdən sonra ilk 24 saat ərzində onu birbaşa günəşdən, yağışdan, şaxtadan və güclü küləkdən qorumaq şərtdir. Əgər qablaşdırmanı açmısınızsa, amma material qalıbsa, ağzını möhkəm bağlamaqla bir həftəyə qədər saxlaya bilərsiniz. Ümumiyyətlə isə, düzgün şəraitdə bu məhsul istehsal tarixindən 12 ay müddətində öz keyfiyyətini saxlayır. Bəs düzgün şərait deyəndə nəyi nəzərdə tuturuq? Çox sadədir. Material öz açılmamış, orijinal qabında saxlanmalıdır. Mütləq quru və sərin bir yerdə. Xüsusilə B komponentini, yəni mayeni, 0 dərəcədən aşağı temperaturdan, yəni donmaqdan qorunmaq lazımdır. Və bir də uzun müddət saxlayanda paletləri üst-üstə yığmaq məsləhət deyil. Həmişə də çalışın ki, ilk aldığınızı ilk istifadə edəsiniz. Bu qədər sadə. Bir şeyi unutmayın, həlli olmayan problem yoxdur. Sizin qarşılaşdığınız sızıntı problemi nə qədər çətin və mürəkkəb görünsə də, bilin ki, onun üçün mütləq bir həll yolu mövcuddur. Əgər öz layihənizlə bağlı hər hansı bir sualınız yaranarsa, çətinliyiniz olarsa, heç çəkinmədən bizim mütəxəssislərlə əlaqə saxlayın. Biz sizə doğru yolu göstərmək üçün hər zaman buradayıq.